Salam. Güvənin 2024-cü il testlərindən birini izah edin. 61-ci testdə uyğunluq pozulmuşdur soruşur. Erkən tunç dövründə toxa əkinçiliyi etmişdi, xış əkinçiliyi. Bu doğrudur. Burada pozulmayıb. B variantı, bir neçə qohum qəbilənin birləşməsi nəticəsində tayfa yaranıb. Bu da doğrudur. Mikrolit əmək alətləri istifadə edilmişdi mezolit dövründə. Bu da doğrudur. Azərbaycanın Assur dövləti ilə ticarət əlaqələrini göstərir siklopik fikirlər. Bu yanlışdır. Y variantı, neolit dövründə ən böyük nailiyyətlərdən biri saxsı qablarının azalması. Bu da doğrudur. D variantının yanlışlığını bir daha deməli nəzərimizə çatdıraq. Deməli, siklopik tikililər son tunca aid idi və bu müdafiə məqsədi ilə tikilmiş qala tipli tikililər idi və Assur dövləti ilə ticarət əlaqələrinin heç bir əlaqəsi yox idi. 62-ci test, 11-ci əsrdə Səlcuqların hücumlarına məruz qalmış dövlətlərin paytaxtını müəyyən edin. Səlcuq dövlətinin hücumuna məruz qalmış dövlətlər Rəvvadi, Şəddadi və Şirvanşah dövlətidir. Şirvanşahın ərazisi 1, Şəddadinin ərazisi 2, Rəvvadinin ərazisi isə 4 olacaq. Cavab olacaq 1, 2 və 4 A variantı. Çünki 3 Marağa ərazisidir. Marağa qeyd etdiyim dövlətlərdən heç birinin paytaxtı olmayıb, Sacilərin paytaxtı olubdur. 5 isə Ərdəbildir. Ərdəbil də Salarinin paytaxtı olubdur. Rəvvadinin paytaxtı düzdür olub. Rəvvadinin paytaxtı Ərdəbildən Təbrizə köçürülübdür. Amma Səlcuqlar hücum edəndə Rəvvadi dövləti paytaxt deyildi. Artıq Təbriz idi paytaxt. 63. Dizraf döyüşünün nəticəsində Albaniya Haylanduronun hücumlarına son qoyur. Bu yanlışdır. Sasanilərin tabeliyindən xilas olur. Bu da yanlışdır. Xristianlığı dövlət dininə çevirir. Bu da yanlışdır. Arşakilər sülaləsi tərəfindən idarə edilməyə başlayır. Bu da yanlışdır. Bizim İran 1-ci əsrdir bu. Bir sıra vilayətlərin itirdi. Doğrudur. Biz bilirik ki, Dizraf döyüşündən sonra Albaniya, Utik, Kolt, Girdiman və Sakaşen vilayətlərini itirmişdi. 387-ci il müqaviləsində isə oranı qaytarır və Dizraf döyüşü Roma-Sasani müharibəsinin döyüşüdür. 64-cü test. Qədim Hindistan və Qədim Yunanistandan fərqli olaraq. Burada biz sırf Hindistana aid cəhət götürəcəyik. Makedoniyalıların işğalına məruz qalmışdır. Bu yanlışdır. Çünki hər ikisi Makedoniya işğalına məruz qalıbdır. B variantı, Maurya sülaləsi tərəfindən idarə olunur. Bu doğrudur. Bu sırf Hindistana aiddir. Əhəmənilərin hücumuna qarşı mübarizə ikisinə də aid oxşar cəhətdir. Roma dövlətinin əyalətinə çevrilibdir. Yunanistana aid xas cəhətdir. Dori tayfaları tərəfindən talan edilib. Bu da Yunanistana aiddir. 65-ci test. Azərbaycan 10-cu əsrdə Şirvanşahlar və Salarilər. Deməli, bu dövlətlərin sırf 10-cu əsrinə aid hadisə tapacaq. A variantında 1-ci Fərbusun Dərbəndi ələ keçirməsindən danışır. 1-ci Fərburus 1063-1096-cı illərdə hakimiyyətdə olduğuna görə, 10-cu əsrdə yaşamadığına görə 1-ə A variantı harada varsa o səhvdir. Deməli, A, Y və B variantları çıxır. Qalırıq D və C-nin arasında. Gəlin görək, indi B və C 1-ə gedirmi? Şamaxı şəhərinin paytaxt elan edilməsi 918-dir. Bu gedir. Slavyanların məlubiyyətə uğradılması da 909-10-cu ildə Slavyanlar Şirvanşahlara hücum etmiş və məğlub edilmişdir. Deməli, 1-ə BC gedəcək və hər ikisində də BC var. 2-yə görək A gedirmi? Salarilər dövlətinin 10-cu əsr tarixinə aid Slavyanların Bərdə şəhərini qarət etməsi gedir. 944-cü ildə qarət etmişlər. 2-yə isə A və Şirvanşahlar dövlətinin asılı hala salınması da Salarilərin mövcudluğu dövründədir. Salarilər də 10-cu əsrdə mövcud. Deməli, 2-yə də AB variant, C variantı olacaq. 66-cı test. Şəddadi hökmdarı Musa İbn Fəzlin Slavyanları köməyə çağırmaqda məqsədi Beyləqan qiyamı qaldırmış qardaşı Əskiyəni məğlub etmək idi. Burada biz Beyləqan qiyamını görürük və bu da Y variantındadır. Digərləri isə səhv variantlardır. Üstündə durmağa ehtiyac yoxdur. 67-ci test. Salon islahatına əsasən hər bir vətəndaş dövlət dərəcəsində istənilən vəzifəni tutmaq hüququ qazanır. Bu yanlışdır. Bu Periklə aiddir. Torpağa görə bütün borclar ləğv edilir. Bu doğrudur. Borclarına görə köləliyə düşmüş Afinalılar azad edilir. Bu da doğrudur. Taxıl və digər ərzaq məhsullarının ixracı qadağanlanır. Bu da doğrudur. Cavab 2, 3 və 4 olacaq. Ən kiçik səhvə görə
insanların ağır cəzalar verilməsi isə Drakon qanunudur. 3, 4, 5 də hardadır? B variantındadır. 68. Azərbaycanın Albaniyanın ictimai və siyasi vəziyyətinə aid deyil. Əyanlar bir neçə qrupa bölünürdü. Doğrudur. Qul əməyindən geniş istifadə olunurdu. Bu isə yanlışdır. Çünki Albaniya, Atropatena, Manna bunlar klassik qullar dövlət deyil. İnkişaf etmiş qullar dövlət deyil. İnkişaf etmiş qullar dövlətlər Romadır, Yunanistandır, Misirdir. Ona görə də cavab B olacaq. Padşahdan sonra ən hörmətli şəxs Ay məbədinin baş kəhini. Bu doğrudur. Əsas istehsalçı təbəqə azad kəndlidir. Bu doğrudur. Qullar monarxiyadır. Bu da doğrudur. 69-cu test. Ulucular adlanır. Ulucular kəndli qrupudur. 9-11-ci əsrlərdə kəndlilər iki yerə bölünürdü. Azadlar və ulucular. Və azadlar adından bəlli olduğu kimi azad kəndlidir. Ulucular asılı kəndlidir. Azadlar dağlıqda yaşayır, dağ ətəyində. Ulucular isə düzən rayonlarda yaşayır. Əsas vergi verən təbəqə hesab olunurdu. A variantı. Məhsulun onda bir hissəsinə bərabər vergi yanlışdır. Vergi deyil bu ifadə. Xərc toplamaq üçün nüfuzlu şəxslərə verilən icazə. Bu yanlışdır. Qəbaləyə aiddir bu. C variantı. Yerli feodallara məxsus irsi torpaqlar. Yanlışdır. Torpaq deyildi bu ulucu ifarəsi. İlcə torpaqlarında yaşayan asıl kəndlilər bəlidir, doğrudur. Y variantında yazır. Strateji əhəmiyyətli şəhərlərdə xüsusi hərbi məskənlər. Bu da yanlışdır. Rabatlara aiddir. Görək yazırmı? Bəli yazır. 70-ci test. Məntiqi ardıcılığı tamamlayın. Salarilər dövlətinin zəifləməsi feodal əyanlar içərisində müstəqillik meyllərinin güclənməsi nəticəsində. Görək hansı cavab uyğundur. A. Azərbaycanın Slavyanların basqınlarına başlanması. Bu yanlışdır. Çünki Slavyanlar 9-cu əsrin ikinci yarısından basqına başlayıb. Amma Salarilər dövləti 981-lərdə süqut etmiş. Deməli, 10-cu əsrin ikinci yarısında zəifləmişdi. B variantı Gəncə şəhərinin yeni dövlətin paytaxtına çevrilməsi olacaq. Çünki Salarilər ola-ola onun ərazisində Şəddadilər yaranıbdır. Paytaxtı isə Gəncə olubdur. C variantında deyir Məzdəkilər sülaləsinin hakimiyyətinin bərqərar olması. Bu yanlışdır. Çünki Məzdəkilər, daha doğrusu Məzyədilər sülaləsi, Şeybanilər, Yezidlər, Məzyədilər Şirvanşahları yaradan sülalədir. 861-ci ildə bərqərar olubdur. Aidiyyəti yoxdur məsələyə. Haşim İbn Surakanın Dərbənd əmrini yaratması 869-cu ildədir. Bunun da əlaqəsi yox idi buna. Azərbaycanda qədim dövlətçilik yenilərsə Şirvanşahlarla başlayır. Bu da səhv cavabdır. 71. Əməvilər sülaləsinin fəaliyyəti üçün xarakterikdir. Əməvilər sülaləsinin hakimiyyəti 661-dən 750-yə qədərdir. Burada Kordova vilayətinin yaradılmasını yazır. Kordova 756-da Əməvilər tərəfindən yaradılır, amma sülalənin hakimiyyəti dövrünə düşmür. Paytaxtın Bağdada köçürülməsi 762-dir. Bu da Abbasilərə aiddir. Franklarla silahlı toqquşma 732-ci ildədir. Poitiers döyüşüdür. Deməli, biri də budur. Pireneya yarımadasının bir hissəsinin tutulması 711-732-ci il arasıdır. Bu da doğrudur. Deməli, cavab 3-4-dür. Yəqin ki, 1-1-dir. Xürrəmlər hərəkatının yatırılması 838-ci ildir. Bu isə səhv cavabdır. Abbasilərə düşür. Burada 1-3-4-ü götürə bilərlər. Amma dediyim kimi bir variantı tam məntiqə uyğun deyil. Çünki Kordova 756-da yaranıb. Amma Əməvilər sülaləsinin hakimiyyəti 750-də başa çatır. Biraz uyğunsuzluq var. 72. Eradan əvvəl 7-ci əsr Manna və Eradan əvvəl 3-cü əsr Atropatena dövlətləri tarixçinin oxşar cəhət Makedoniya imperiyasının əsarəti ola bilməz. Mannada biz Makedoniya söhbəti görmürük, eşitmirik. Roma ilə müttəfiqlik də yenə yanlışdır. Asuriya işğalına qarşı mübarizə aparmaqları da Atropatenada yoxdur, Mannada var. Yadelli hücumuna məruz qalması hər ikisində var. Çünki 7-ci əsrdə Manna Asurların, Atropatenası Selevkilərin hücumuna məruz qalır. Selevkilər də Mannada belə bir dövlətin adı çəkilmir və paralel yaşamayıblar. 73. Terminlərin aid olduğu dövrləri sxemə müvafiq olaraq müəyyən edin. Homo sapiens ağıllı insandır, Oxora eneolit dövründədir.
Tayfa isə erkən tunç, ümumiyyətlə tunç da deyə bilərik. Və Homo sapiens üst paleolitdədir, oxra eneolitdədir, tayfa isə erkən tunçda. Deməli, cavab C variantıdır. 74. Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Məzdəkilər hərəkatının baş verməsi nəticəsində Axund dövlətinin süqutu yanlışdır. Xəlifə Mötəsimin muzlu türkülərdən istifadə etməsi nəticəsində ərəblərin Parfiya döyüşünə qələbəsi yanlışdır. Ərəblər Parfiyada uduzublar. C variantı. Dəndənəkən döyüşünün baş verməsi nəticəsində Sultan Mahmud Qəznəvinin Səlcuqların Xorasanda yerləşməsinin cəzbələməsi yanlışdır. Çünki Dəndənəkən döyüşü 1040-cı ildə olmuş. Sultan Mahmudun hakimiyyətləri isə 998-dən 1030-a qədərdir. Bu Məsudun dövrünə düşür. D variantı. Slavyanların Bizans ərazisində məskunlaşması nəticəsində Bizansda quldarlıq qaydalarının feodalizmə əvəz olunmasının sürətlənməsi. D variantı isə doğrudur. Yenin də yanlışlığına əmin olaq. Böyük Karlın Romada imperatoru elan edilməsi nəticəsində Müqəddəs Roma imperiyası, bu da yanlışdır. Çünki Müqəddəs Roma 962-də yaranıbdır. Almaniyada yaranıbdır. Böyük Karlın Romada imperator elan edilməsi 800-cü ildədir. 75. Daha əvvəl baş vermişdir. Tez baş verən hadisəni seçəcəyik. Salarilər dövlətinin süquta uğraması 981. Cavanşirin Xəzərlərdən vasalını qəbul etməsi 664. Dəbildə müstəqil əmirliyin yaranması 951. Məziyyətlərin öz iqamətgahını Gəncəyə köçürməsi 859. Dərbənd hakiminin Slavyanların köməyə çağırması isə 1030-cu il və 987, daha doğrusu 987-ci ildir. Burada heç illəri bilməsək belə Cavanşirin daha əvvəl olduğunu bilirik. Dövr baxımından Cavanşir daha əvvəl yaşayıb. Cavab B variantıdır. 76. Xəritədə işarələnmiş dövlət ilə bağlı doğru fikirləri müəyyən edin. İşarələnmiş dövlət Frank dövlətidir. 1. Avar xaqanlığına qarşı uğurlu mübarizə aparılması doğrudur. Müqəddəs Sofiya məbədi Bizansdadır. Bu yanlışdır. Saks tayfalarını tabe etməsi doğrudur. Böyük Karl tabe etmişdi. Ərəb xilafətli diplomatik doğrudur. Deməli, cavab 1, 3, 4 olacaq. 1, 3, 4 də C variantındadır. 1-ci Ottonun qüdrətli hökmdarı olması isə Almaniya və Müqəddəs Roma imperiyasına aiddir. Ona görə də o da yanlışdır. 77. 9-10-cu əsrlərdə Azərbaycan memarlıq nümunəsini müəyyən edin. Əlincə qalası Sündü məscidi. Əlincə qalası 9-cu əsrə aiddir. Sündü məscidi də 920-ci ilə aiddir. Deməli, bunlar ikisi də 9-cu əsrin abidəsidir. Digərlərinə baxaq. Dərbənd səddi 6-cı əsrin abidəsidir. Cavanşir qalası da B çıxır. Ağoğlan məbədi 9-cu əsrdə, Xudafərin 11-ci əsrdə 1027, bu da çıxır. Gəncə qala qapıları 1063-cü ildə tikilmişdi. 11-ci əsrdir. Amaras monastırı 6-cı əsrdir, bu da çıxır. Tərtər çayı üzərindəki körpü 8-ci əsrdə, Çarabgird 6-cı əsrdə, bu da çıxır. Ona görə də cavabımız A-dır. 78. Verilən xüsusiyyətlərin hamısı hansı dövlətdə ümumi cəhətdir? Duluzçuluq sənəti mövcud idi. İnsanlar hansı dövrlərin ümumi cəhətidir? Duluzçuluq sənəti mövcud idi. İnsanlar tayfalarda yaşayırdı. Qəbirlərin üzərində isə kurqanlar qurulurdu. Deməli, eneolit dövründə duluzçuluq var idi. Erkən tunç dövründə də tayfada yaşayırdı insanlar. Demək, bir də qəbirlər üzərində kurqanlar qurmada erkən tuncdadır. 78-ci cavab B variantında, amma verilənlərin hamısının aid olduğu deyil. Ona görə biz hamısına aid cəhət götürməliyik. Məsələn, eneolit dövründə digər hadisələr uyğun gəlmiş. Ona görə onu götürmürük. Üst paleoliti də götürmürük. Çünki B variantı da çıxır. Çünki üst paleolit dövründə bunların heç biri yox idi. Sonra neolit və son tuncu götürə bilmərik. Çünki burada da kurqanlar filan yox idi. Orta paleolitdə götürə bilmirik. E variantı erkən tunc və orta tunc aid olacaq. Çünki bütün bu hadisələr bu dövrlərdə mövcud idi. 79. İmperator Trayanın Parfiyanın fəthini başa çatdıra bilməməsinin səbəbi
Karfagenlə Roma arasında müharibə ola bilməz. Bu eradan əvvəl 264-146-dır, amma Trayan bizim erada yaşayıbdır. Romanın Attillanın hücumu ola bilməz, çünki Trayan 2-ci əsrdə yaşayıb, amma Attilla 400-lərdə 5-ci əsrdə yaşayıbdır. Karra döyüşü də eradan əvvəl 53-dür. Bunun da Trayan əlaqəsi yoxdur. İşğal olunmuş ərazilərdə üsyanlar cavab D variantı olacaq, çünki Spartak üsyanı da eradan əvvəl 74-71-ci illəri əhatə edir. 80-ci testə baxırıq. Ərəblərin hakimiyyəti zamanı xəlifələr Azərbaycanda etnik dayaq yaratmaq üçün buraya bir çox ərəb ailəsini köçürtmüşdü. Onlar əsasən Marağa, Təbriz, Qaradağ və Əhər bölgəsində məskunlaşır. Hələ 8-ci əsrin sonlarında yerli əhali ilə qaynayıb qarışdıqdan sonra Azərbaycanın cənubunda Rəvadi əmirliyi yaranır. 981-ci ildə Salariləri məğlub etdikdən sonra Əbülhücə yeni dövlətin əsasını qoyur. Mətndə əsası qoyulan yeni dövlətin Şirvanşahlar dövləti ilə oxşar cəhəti. Mətndə Rəvadilərdən söhbət gedir və onun Şirvanşahlarla oxşar cəhəti ərəb mənşəli olmasıdır. Biri birdir. Bir də Səlcuq dövlətinin olması hala düşməsidir. Biri isə 3-dür. Çünki Slavyanların Rəvadilərə yürüşünü biz görmürük. Azərbaycanı vahid halda da bunlar birləşdirməyiblər. Cavab 1 və 3 olacaq. O da A variantındadır. Göstərilənlər nəticəsidir. Urartu milli qüvvələr məğlub edildi. Ulusunu Assuriyanın siyasi qalığını tanıdı. Bu Sarqonun Mannaya yürüşünün nəticəsidir. Cavab C variantı olacaq. 82. Birinci Göytürk xaqanlığı, Bizans imperiyası və Ərəb xilafətinə aid üçlü Venn diaqramı verilib. Talas vadisində Çinlilər üzərində qələbə qazanması bu ərəblərə gedəcək. Deməli 3-ə A gedəcək. 3-ə A neçə yerdə var? 2 yerdə var. Ya B, ya da C variantı olacaq. Axund dövlətinin bölüşdürülməsi bu Göytürklərlə Sasanilər arasında olubdur. Ona görə də 1-ə isə B. Deməli 3-ə A, 1-ə B. 3-ə A, 1-ə B hər ikisində var. Biz B ilə C-nin arasında qalmışdıq da. Sonra Bədir döyüşünün baş verməsi bu ərəblərə gedir. 3 gedir. 3-ə gedir C. 3-ə də gedir C. 3-ə də A getdi. Deməli cavab B variantı olacaq. 1-ə B. Birinci Göytürkə Axund dövlətinin bölüşdürülməsi. İkinci cavab Bizansa gedir Y. Vandal krallığına işğal. Bəli, Justinianda var. 3-ə A, C. Ərəb xilafətinə Talas vadisindəki əraziləri Çinlilər üzərində qələbə qazanılması. 3-ə A, bir də 3-ə C. Bədir döyüşünün baş verməsi. Oxşara isə D. Sasanilərlə müharibə. Bizans-Sasani müharibəsi var. Göytürk Sasani var. Ərəb Sasani var. Cavab B. 83. Xronoloji ardıcılığı müəyyən edin. İmperator Justinianın Sasanilərlə sülh müqaviləsi imzalanması bu 532-dir. Tarıqın başçılıq etdiyi müsəlman qoşulları İspaniyaya daxil olması bu 711-dir. Malazgirt döyüşünün baş verməsi 1071-ci ildədir. Böyük Karlın Romada imperator olması 800-cü ildədir. Deməli birinci olacaq 1, sonra 2, sonra 4, sonra isə 3. 84. Eradan əvvəl 7-ci əsrin 50-ci illərində İskitlərlə Midiya arasında baş vermiş döyüşün nəticəsində orada Kaştariti öldürülür. Kaştariti İskitlərlə vuruşmada həlak olur və Midiya İskit ağalığına keçir. Deməli cavab olacaq 2 və 4. Çünki bu döyüşdə İskitlər udur və bu onların ən yüksək zirvəsi olur. Bir cavabında deyir İskit şahlığı Midiya tərəfindən son qoyulur. Bu yanlışdır. 590-da son qoyulacaq. 3 cavabında isə deyir ki, Midiya dövləti imperiyaya çevrilir. Bu da yanlışdır. Midiya dövləti Kiaksarın dövründə imperiyaya çevrilir. Bu isə hələ Kaştaritinin dövrüdür. 85. Mezolit və Neolit dövrlərinə oxşar cəhət. İnsanların qəbilədə yaşaması. Bu doğrudur. Şumlamada qoşqu heyvanı doğru deyil. Tuncdadır. Əhalinin oturaq həyat keçirməsi bu ortaq deyil, Neolitdədir. Saxsı qabların hazırlanması bu da ortaq deyil. İnsanların axirətə inanması da ortaqdır. Deməli,
Qəbilə, bir də axirət. 1 və 5-i götürdük bura. 86. Göstərilənlərin aid olduğu dövləti müasir xəritədə müəyyən edin. Frank imperiyasının parçalanması nəticəsində yaranıb. 10-cu əsrdə oranı Kapetinqlər edərək söhbət Fransadan gedir. Fransa isə birinci ərazidir. 1 yazılan ərazidir. Burada 2 İspaniya, 3 Böyük Britaniya, 4 Almaniya, 5 isə müasir İtaliya ərazisidir. 87. Uyğunluğu müəyyən edin. Axuna aid hadisəni tapaq. 1. Ərəblərin Şərqi Avropa yürüşünün qarşısının alması. A variantı gedir 2-yə. Yaxşı, belə tapaq. A variantı gedir 2-yə. Eftallar dövləti bu gedəcək 1-ə, Axuna. B variantı 1-ə. Hindistanın şimal-qərbini işğal etməsi Mihraqula aiddir və bu heç birinə getməyəcək. Bir dəqiqə yox, Axuna gedəcək. Hindistanın şimal-qərbi gedəcək Axuna. Çindəki Tan sülaləsinin himayə olunması, bu Uyğura gedəcək 3-ə, D3-ə. Kiyev knyazı Svyatoslavın hücumuna məruz qalması isə Y isə gedəcək 2-yə, Xəzərə. Mənbədə yazır. Mərd Cavanşir öz taxtında arxayın olduğu vaxt Xəzərlər çox minli, oxumaq çətindir biraz, çox minli adı qoşunları ilə öz qoşunları ilə Albaniyaya basqın edirlər. Hücuma keçmiş Xəzərlər Kür çayını keçib Araz çayına çatdılar və nəinki Albaniyada, hətta Sönük ölkəsində aldığı əsirləri qış otlaqlarında olan qoyun və mal-qara sürülərini öz düşərgələrinə apardılar. Burada Xəzərlərin gəlməsi və Cavanşirin onlarla mübarizəsindən danışır. Görək nə soruşur. 88. Mətndə bəhs olunan dövrdə Albaniyada hansı sülalə? Cavanşirin sülaləsi Mehranilər sülaləsidir. 89. Xəzərlərin bir də Mehranilərin tarixini deyim ki, bu 630-cu ildən 705-ə qədər mövcud olubdur. 89. Xəzərlərdən əvvəl Albaniya hökmdarı Cavanşir hansı dövlət ilə müttəfiq münasibət olmuşdu? 654-cü ildə Cavanşir 2-ci Konstantinin yanına getmiş və ərəblərə qarşı müttəfiq olmuşdu, ittifaq yaratmışdı. Konstantin ona İsa'nın həyat verici xaçının bir hissəsini və müxtəlif hədiyyələr təqdim edərək onu hörmətlə qarşılamışdı. 90-cı test. Mənbəyi və tarixi biliklərinizə əsasən Cavanşirin Xəzər xaqanı ilə görüşünün 2 nəticəsini yazın. Belə idi ki, Xəzərlər apardıqları mal-qaranı və əsirləri geri qaytarmalıydılar. Cavanşir isə hər il onlara vergi verməyi qəbul edir və vassallığı qəbul edir. Eyni zamanda bir müddət sonra o Xəzər xaqanının qızı ilə evlənib nikah diplomatiyası edir. İzahımız bu qədər. Davam edəcək.